İlk görüşdə anlamaq istəyirsinizsə, insan təhlükəli biridir ya yox, sizə zərər verə bilərmi və bunu nələrdən anlaya bilərsiniz? Məsələn, ən birinci nəyə həqiqətən də fikir verin, bizim bədənimiz, yəni biz elə bir varlığıq ki, hər hansı bir təhlükəni birinci bədən özü bizə siqnal ötürür. Belə bir şey olanda, yəni həmən bir qorxu hissi yaranır içəridə. Və bu qorxu hissini bir çox qadınlar, hansılar ki, sonradan dedilər ki, hə, bir peşmançılıq yaşadılar, bir həqiqətən də bir çətin şeylər yaşadılar bu görüş zamanı ya görüşdən sonra. Düzdürmü? Yəni bir zərər gördülər, bir şiddət gördülər. Çünki dünyada belə deyim, qadınlar kişilərə nisbətən qat-qat daha çox şiddətin hər növünü görürlər. Yəni faciə ilə bitən hadisələr haqqında çox eşitmişik bu günə qədər, eşidirik də hal-hazırda. Bu var, olub olacaq da. Yəni ona görə tədbir almaq, ona görə ehtiyatlı olmaq, yəni hər birimizin bir canı var. Ona görə də biraz belə bu barədə laqeyd olmaq həqiqətən də necə deyim sizə ağılsızlıq olardı. Yəni birinci ilk olaraq həqiqi mənada o intuisiya şəklində, instinkt şəklində hiss elədiklərinizə qətiyyən məsələn elə deməyin də, yox, mənə elə gəlir. Yəni daxildə insan bir özü ilə bir dialoq aparır axı. Yəni sən şüurlu şəkildə insanı dəyərləndirirsən. Ola bilər sən çox görünüşcə onu bəyənəsən, danışığı, intellekti və deyəsən ki, ürəyindəki, yəni bu hiss gələndə sənə belə bir adamdan pis mən heç nə gözləyə bilmərəm. Amma 99% hallarda bu sənin hələ daxili hissiyatın heç vaxt yanıltmayacaq səni. Deməli, birinci ona fikir veririk ki, bizim bədənimiz bizə nə deyir bu barədə? Hansı siqnallar ötürür? Biz sıxılırıqmı, ürək döyüntü artırmı? Ola bilər əllərimiz belə buz kimi olur. Düzdürmü? Məsələn, siz əgər çox həyəcanlanan insansınızsa, bu başqa məsələ. Burada biraz səhv sala bilərsiniz. Amma çox belə hər bir şeydən həyəcanlanan birisinizsə, burada o insan təhlükəli biridirsə, onda sizin bu adətən olan həyəcanınız bir neçə qat çox olmalıdır. Yəni bunu müşahidə edin özünüzdə və görməzdən gəlmək lazım deyil qətiyyən. Demək, sonra əgər məsələn çalışırsa, həmən görüşmüsünüz, birinci görüşdür, sizə toxunmağa çalışırsa, əlinizi tutmağa çalışır və yaxud deyir ki, gəl yanımda otur, yaxın otur mənə və yaxud özü çalışır sizə yaxın otursun. Əlini sizin çiyninizə qoya bilər, belinizə qoya bilər, dizinizə qoya bilər. Yəni bu nədir? Bu həmən artıq ilk görüşdən yoxlayır, görüm nə dərəcədə bu insanı mən tez özümə tabe edə bilərəm, nə dərəcədə tez kontrol altına ala bilərəm. Əslində biz bunu bəs düzgün saya bilərikmi? Yəni ki, tamamən yad bir insanlar və görüşlər bunu edirsə, bu əlbəttə ki, artıq bir siqnaldır. Təhlükəli insanlar, zərər verən insanlar mütləq ki, həmən birinci görüşdə bir çox şeylərdə özlərini hələ bir ruzə verəcəklər. Amma ki, yenə də dediyim odur ki, əsas siz onu göz ardı etməyəsiniz, göz yummayasınız bunlara. Sonra, əgər görürsünüz kompliment edirsiniz, amma başa düşmürsən bu komplimentdir, yoxsa təhqirdir, yoxsa bir tənqiddir. Məsələn, deyir ki, tutalım ki, siz çəkili bir xanımsınız, çəkiniz biraz çox olan xanımsınız, köksüz. Deyir ki, mənim adətən heç köklərdən xoşum gəlmir, amma sən cəlb edicisən. Məsələn, belə bir şey deyə bilər. Sonra, məsələn, hədsiz çox şəxsi suallar verir, hədsiz çox maraqlanır, iş yerinizə qədər, maaşınız nə qədərdir, yəni ki, biraz heç sizə imkan vermir ki, siz də məsələn suallar verəsiniz, soruşasınız, düzdürmü? Ya ola bilər hədsiz çox suallar versin, yəni biraz çox şəxsi olan suallar və yaxud ola bilər ki, ümumən heç maraqlanmasın, düzdürmü? Sonra, ətrafındakı insanlara orada siz oturduğunuz məkanda necə davranır? Məsələn də bir çoxunuz bilirsiniz də, məsəl üçün ofisanta necə davranır, düzdürmü? Ola bilər kobud davranır, ola bilər biraz yuvadırsa ofisant tutalım, götürdüyü o yeməyi, içməyi, çayı gecikdirirsə biraz, o həmən tez hövsələdən çıxırmı? Bildiniz necə? Tez onun əhval-ruhiyyəsi bu insanın dəyişirmi? Məsələn, sizə tutalım ki, nəsə təklif edir, gəl buradan gedək, məsələn, mənim evimə deyir, gəl buradan bir başqa bir yerə gedək, bir təkbətək lap qala biləcəyimiz bir yerə gedək deyirsə, siz də, yəni ki, bu ilk görüş üçün yenə də
tezdir, düzdürmü? Yəni bu yenə də nədir? İnsan tez zamanda çalışır ələ keçirsin sizi. Və məsələn siz əgər desəz ki, yox, bu gün istəmirəm, yorğunam, gedib tez yatmaq istəyirəm və yaxud ilk görüş üçün bu hələ çox tezdir, lap təkbətək zaman keçirməyi falan. Görürsünüzsə bunu normal qəbul edirsə, incimirsə, belə aqressivləşmirsə, onda okey. Amma əgər görürsünüz belə incidi, belə biraz üzü gözü dəyişdi, pis təsir elədi ona, düzdürmü? Yəni bu da bir markerdir ki, vəssalam, bu insan hövsələsizdir, bu insan zərər verə bilər həqiqətən də sizə. Və lazım olsa görüşün lap yarısından durub çıxıb getməyi, yəni ki, vacib deyil məhz bir yerdə oradan hələ uzaqlaşasınız həmin yerdən, düzdürmü? Məsələn, keçmiş öz münasibətləri barəsində nə deyir sizə? Məsələn, onlar haqqında, dostları haqqında, keçmiş münasibətləri haqqında nə danışır? Çox məsəl üçün nədir? Hə, istirik biri idi, çox belə emosional biri idi, ağılsız idi, ümumiyyətlə dəli idi, xəstə idi, anormal idi. Yəni baxın, görün onu neqativ dəyərləndirirmi? Bildiniz necə? Yəni ola bilər bir insanın sən pis tərəflərindən məsəl üçün danışasan, mənfi tərəfindən, amma müsbət tərəflərini də qeyd edəsən, düzdürmü? Əsasən bu insan neqativ dəyərləndirib danışırsa, keçmiş öz münasibətləri haqqında. Sonra bu insanlar necə aparırlar özlərini başqa insanlardan, yəni zərər verməyən adi bir insanlardan, sizi üçün təhlükəli olmayan insanlarla fərqləri nədir? Odur ki, bunlar hədsiz biraz çox çalışırlar, özlərini çox gözəl tərəfdən göstərsinlər. Biz biraz çox ola bilər aşırı diqqət, aşırı qayğı, hər şey biraz abartılı edir. Və məsələn, həmən ilk görüşdən deyir ki, ay sən mənim bəxtimsən, sən mənim taleyimsən, biz səninlə gözəl gələcəyimiz olacaq, belə uşaqlarımız olsun. Yəni ilk görüşdən artıq deyir ki, gəl bir yerdə yaşayaq, gəl tez evlənək, gəl nişanlanaq. Yəni bu insan da həqiqətən nədən edir bunu? Çünki özü çox gözəl bilir ki, uzun müddət çox gözəl davrana bilməyəcək. Ona lazımdır ki, həm hövsələsizdirlər, tez əlinə keçirsin bu insanı, həm də ki, uzun müddət o özü olmadığı şəkildə davranmaq istəmir. İstəyir tam içindən gəldiyi şəkildə davransın. Və həqiqətən də yəni artıq yəni bu görüşdən öncəki bir etap var, düzdürmü? Orada bir hansısa bir yazışma, bir hansısa ola bilər video zənglə söhbətiniz olub, audio zəngli olub, düzdürmü? Artıq o zamanda, o ərəfədə siz görüş təyin edirsiniz, düzdürmü? Görüş təyin etməmişdən öncə, məsələn, müəyyən adamlara, rəfiqələrinizə, yaxın çevrənizə hara getdiyiniz, hansı məkana hara getdiyinizi deyin, saat neçədə gedəcəksiniz, məsəl üçün, haçan planlayırsınız evə qayıtmağı, o insanın, məsələn, hələ onun nömrəsini, lokasiyanı yollayın. Ola bilər siz rəfiqənizə, məsəl üçün, demişdiniz, filan yerə gedək, məsələn də siz görüşmüsünüz, bu insan deyir ki, yox, gəl, ümumiyyətlə bir başqa yerə gedək. Yəni, hələ getdiyiniz yerə, gedəndə belə lokasiyanı atın, gəldiniz, çatdınız, geolokasiyanı o sizin yaxın insanlarınıza yollaya bilərsiniz ki, mən filan yerdəyəm, düzdürmü? Yəni ki, bir də sonra yanınızda elə bir şey özünüzü müdafiə etmək üçün, indi tərcüməsinə baxmamışam, düzdür, üzrlü bilin, amma məsələn də eşitmisiniz yəqin, pertsovoy balonçik deyirlər rus dilində, yəni fısqırdırsan insanın üzünə, gözləri yanır da. Yəni əgər ki, birdən-birə elə bir gözlənilməz, birdən-birə hansısa bir hərəkət etmiş eləsə, yəni hücum kimi, şiddət kimi, təcavüz etmək kimi, yəni ki, birdən-birə vəziyyəti dəyişdirə bilər də insan, düzdürmü? Yəni bu moment siz bunu istifadə etmək üçün əlinizin altında, sizin çantanızda bunun olması, yəni yaxşı olardı. Yəni bir çox insanlara adi belə bir şeylər, məsəl üçün görəndə ki, bu insan artıq ola bilsin ki, təcavüz etmək kimi bir hərəkətlər edir. Məsələn, siz deyə bilərsiniz ki, sənin nömrən, sənin bütün sənlə bağlı bütün məlumat mənim rəfiqəmdə var, neysə olsa, o artıq polisə ötürəcək. Bir çox insanların belə önləm almaqları, yəni ki, bir çox insanların bax bu cür detallar, bu cür şeylər həqiqətən də həyatlarını xilas etmişdi, onlara kömək etmişdi. Məsələn,
Adətən də qadın kişi görüşəndə ilk dəfə çox vaxt harda görüşürlər, harada gedirlər, oturub söhbət edirlər. Çox zaman bu restoran olur, düzdürmü? Siz artıq sifariş etməyə başladısa, məsələn, ofisianta deyirsiniz ki, bunları gətir masaya, düzdür? Və bu insan tutalım heç gözləmir ki, məsələn, siz fikirləşəsiz, eləyəsiz, nə isə siz özünüz də bir seçəsiz, sifariş verəsiz. Sizdən öncə artıq bütün sifarişləri verir və yaxud tutalım ki, siz axtarırsınız, düşünürsünüz, o da yenə də hövsələsi çatmır, deyir ki, gəl ən yaxşısı hələ mən hamısını özüm seçim, sifariş edim. Yəni ki, tamamilə burada sizi nəzərə almır. Sizin istəyiniz onun üçün önəmli deyil. Və təsəvvür edin ki, bu insanla bir ömür məsələn yaşamaq fikriniz varsa, əgər ilk görüşdə sizə bir zərər verməyəcəksə, məsələn də, yəni bu yavaş-yavaş sizə öz hələ bir əlinə keçirəcəksə, kontrol altına alacaqsa, düzdürmü? Təsəvvür eləyin ki, bir ömür belə bir insanla necə keçər? Təsəvvür edin ki, bir ömür faktiki olaraq sizin öz qərarlarınız demək olar ki, heçə sayılacaq, heç nəzərə alınmayacaq da sizin fikriniz, düşüncəniz, istəkləriniz. Yəni əksər hallarda bu belə olur. Yəni bir çox göstəricilər var, bildinizmi? Və bu insanlarda siz birdən nə rast gəlinir, nə müşahidə olunub, uşaq sevən biri deyillər. Yəni uşaqlar haqqında da məsələn bir nə isə mövzu açlasınız, danışasınız, tutalım görəcəksiniz ki, uşaqlardan danışanda istər-istəməz adamın özündə bir gülümsəmə olur da, düzdürmü? Yəni uşaq mövzusu ona maraqsızdır, bir təhər gəlir. Heç yəni bu söhbətin üzərində dura bilən insan deyil. Düzdür. Bir də nəyə fikir verin? Görün ki, siz ona çox bəsit, adi suallar verəndə onun özü ilə bağlı və yaxud görüşünüzlə bağlı indi, hə? Siz ona sual verirsiniz. O da ki, suala ümumiyyətlə cavab vermir, keçirdir bir başqa mövzuya, düzdürmü? Və yaxud siz sual verirsiniz, hələ biraz qıcıq olur, belə narahat olur, əsəbləşir. Yəni reaksiyasından onu görəcəksiniz. Adi suallara, yəni ki, bir insan avtomatik olaraq adi də cavab verir, düzdürmü? Yəni elə bir şeylər var ki, bu insan demək istəmir, gizləyir, sizə göstərmək istəmir də əsl fikri, əsl düşüncəsi nədir?